Salam izləyicilərimiz, pasiyentimiz bizə ayaq ağrıları, gəzərkən tez yorulma, günün axşam saatlarında aşağı ətraflardakı ağrıların kəskinləşməsi və ödemin artması şikayətləri ilə müraciət edib. Biz ona hicama terapiya seansı tətbiq etməyi nəzərdə tutmuşuq. Bunu tətbiq etməzdən əvvəl qan təhlillərinə nəzər salınmalıdır. Əmin olmaq lazımdır ki, pasiyentdə qan azlığı olmasın və qanın laxtalanma müddətinin göstəricisi norma daxilində olmalıdır. Bundan əlavə, hicama terapiyanı tətbiq edərkən tətbiq olunacaq bankaların yerini düzgün seçmək lazımdır. Bununla yanaşı, aseptik, antiseptik qaydalara mütləq şəkildə dəqiqliklə əməl olunmalıdır. Bu seansı tətbiq etdikdə pasiyentdə ağrıların azalması, ödemin atılması, yerli olaraq qan dövranının bərpa olması, ətraf toxumalarda toksinlərin xaric olmasına və yeni qan hüceyrələrinin yaranmasına səbəb olur. Seanslarımızdan faydalanmaq, sağlığına qovuşmaq istəyən pasiyentlər səhifəmizdəki WhatsApp nömrələrinə və yaxud da rəy bölmələrinə yazaraq klinikamıza yaxınlaşa bilərlər.